Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri sizlərə hazırlaması çox asan başa gələn, qatları tək-tək sayılan, üzəri xırçıltılı, içərisi yumşaq, dadlı, ləzzətli kətələr hazırlayıram. Xəmir üçün 480 qram un götürürük. Üzərinə 250 qram kərə yağı və ya margarin, hər ikisindən istifadə edə bilərsiniz. Soyuq halda donmuş yağı sürtkəcin iri gözündən keçirdirəm. 480 qram un, hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü ilə 3 stəkandan bir barmaq aşağı, yəni bir barmaq əski un eləyir. Dəyərli izləyicilərim, kim hardan videomuzu izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, mütləq yaxınlarınızla da paylaşın və bir kəlmə olsa belə şərh yazmadan keçməyin. Sizlər də kanalımızın böyüməsində mənə bu cür dəstək olmuş olursunuz. Və gördüyünüz kimi yağımızı sürtkəcin iri gözündən keçirdikdən sonra yenə də qeyd edirəm, yağ soyuq bərk yağdır. Və unla əlimizlə ovaraq umaç halına gətiririk. Xəmir üçün istifadə etdiyim yağı və xamanı hər ikisini soyuq halda istifadə etdim. Soyuq halda istifadə edəndə xəmir sanki Napolyon xəmiri kimi alınır və çox gözəl, ağızda ovlan, ağızda əriyən, möhtəşəm bir xəmir alınır. Gördüyünüz kimi tam olaraq umaç halına gətirdikdən sonra orta hissəsində bir oyuq açırıq. Bura 250 qram soyuq xama əlavə edirəm. Əgər xama olmasa, bu xəmirdə xamanı qatıqla da əvəz edə bilərsiniz. Və burada mən 1 çay qaşığı dolu olmayan çay qaşığı, yəni 1 silə çay qaşığı soda götürmüşəm və sodanı söndürmək üçün üzərinə 1 xörək qaşığı da üzüm sirkəsi əlavə edirəm və bunları yaxşı-yaxşı qarışdırıram. Sodanı sirkədə söndürdükdə sodanın dadı, qoxusu gəlmir xəmirdən. Əgər sizlər, məsələn, xəmirdə sodanın olmasını istəməsəniz, çünki soda biraz xəmirin rəngində qəhvəyi rəngə gətirir. Əgər sodanın qoxusunu, ümumiyyətlə dadını, rəngini sevmirsinizsə, onda bu xəmirdə 1 paket qabartma tozundan istifadə edə bilərsiniz. Yəni 1 çay qaşığı sodanın əvəzinə siz 1 paket qabartma tozu əlavə edə bilərsiniz. Amma burada mən yenə də qeyd edirəm, sodanı sirkədə söndürdüyüm üçün ona görə xəmirdən sodanın qoxusu gəlmir. Amma az da olsa soda xəmirin biraz rəngini dəyişir. Bunu sevməsəniz, yenə də qeyd edirəm, sodanı 1 paket qabartma tozu ilə əvəz edə bilərsiniz. Heç bir problemi yoxdur. Və gördüyünüz kimi xəmiri yavaş-yavaş yoğururam. Xəmiri toparladım. Xəmir eynən Napolyon xəmiri kimi bir xəmir olur. Yumşaq ələ yapışmayan bir xəmir alınır. Xəmiri yoğurduqdan sonra bir salafana yerləşdiririk. Və soyuducunun buzluq olmayan adi gözündə xəmiri 30 dəqiqə, yəni yarım saat müddətində gözlətmək lazımdır. Yenə də qeyd edirəm, xəmir ələ yapışmayan yumşaq bir xəmir olur. Xəmiri soyuducuda gözlətdiyimiz müddətdə də içlik hazırlayırıq. İçlik üçün isə biz 200 ml stəkan ölçüsü ilə stəkan yarım un götürürük. Üzərinə 100 qram soyuq kərə yağı əlavə edirik. 1 paket şəkərli vanil əlavə edirik və 160 qram şəkər tozu əlavə edirik. 160 qram şəkər tozu da stəkandan bir baş barmağı əski şəkər tozu eləyir. Və əlimizlə ovaraq bunu da umaç halına gətiririk və içliyimiz də hazır olur. Qeyd etdiyim kimi burada umacda da mən yağı soyuq halda istifadə etdim. Elə soyuducudan birbaşa götürdüm, istifadə etdim. Və artıq gördüyünüz kimi umacımız da hazır olduğuna görə qoyuruq bir kənarda qalsın və artıq saata baxdım ki, yarım saat keçib. Yarım saat keçdikdən sonra xəmiri soyuducudan götürürəm və eyni bərabərdə olmaqla 8 kündəyə bölürəm. Diqqət etdinizsə, mən bu xəmirə yumurta əlavə etmədim. Çünki bu reseptdə yumurta yoxdur. Amma yenə də qeyd edirəm, xama olarsa xama, xama olmazsa xamanı qatıqla da əvəz edə bilərsiniz. Əvvəlcə xəmiri 2 kündəyə bölürəm və biraz belə uzunsov şəkildə əlimin içərisində yayıram. Və bu cür düzəltdikdən sonra hər bir kündəni yenə də əvvəlcə 2 hissəyə bölürəm, yenidən 2 hissəyə bölürəm. Gördüyünüz kimi ümumilikdə 8 kündəyə böldüm. Hər birini kündələyirəm. Kündələdikdən sonra artıq soyuducuya qoymağa ehtiyac yoxdur. Sadəcə üzərlərini salafanla örtürük ki, qurumasınlar. Kündələdikdən sonra alt hissələrinə çox az un vururam və bir 5 dəqiqə, 6 dəqiqə müddətində gözlədirəm ki, kündələr biraz özlərinə tutsunlar, biraz dinlənsinlər ki, yayanda rahatlıqla yayılsın. 5-6 dəqiqə gözlədikdən sonra artıq başlayıram bir-bir götürüb yaymağa.
Mütləq üzərini salafanla örtün və bir kənarda 5-6 dəqiqə gözlədin. 5-6 dəqiqə qaldıqdan sonra kündələri bir-bir götürürəm. Çox aşırı un səpmirəm. Bir qədər üzərinə alt hissəsinə un səpirəm və düzbucaqlı formasında yayıram. Bu kündələr hamısı içli səpilərək paxlavada olduğu kimi üst-üstə qoyulduğuna görə ona görə kündələr mütləq incə şəkildə, ya nazik şəkildə yayılmalıdır. Burada da incəliyi sizlərə göstərirəm. Mütləq yağlı kağızınız varsa listinizə sərin yapışmasın deyə və ilk olaraq kündəmi gördüyünüz kimi listin içərisinə sərirəm və kənarlardan da biraz düzəliş edirəm. İncə, nazik bir xəmir olur. Və gözəyarı olaraq üzərinə umacı səpirəm hər tərəfinə. Umacı üzərinə əlavə etdikdən sonra zövqə görə, istəyə görə, istəsəniz doğranmış və ya rondodan keçirilmiş biraz qoz ləpəsi də üzərinə səpə bilərsiniz. Bu artıq qalıb sizlərin ağız dadına, istəyinə. Yəni istəsəniz qoz ləpəsindən də istifadə edə bilərsiniz. İnanın ki, çox ləzzətli alınacaq. Mən sadə umacı içliyindən istifadə etdim və çox gözəl alındı. Digər ikinci kündəmizi də yayıram. Yenə də üzərinə yerləşdirirəm. Əgər kənarlardan açıq qalırsa, baxın görürsünüz kənar hissələrini gətirirəm, yenə də birləşdirirəm. Mən xəmiri soba listinin 4 künc listində hazırladım. Listin ölçüsü də 38-in 35-ədir. Açıqlama bölümündə də qeyd edəcəm. Və hər dəfəsində gördüyünüz kimi kündələri bir-bir yayırıq. İçlikdən gözə yarı olaraq əlavə edirik üzərinə, hər tərəfinə yaydıqdan sonra digər yaydığımız kündəni də üzərinə əlavə edib yenə kənarlarını birləşdiririk. 8 kündənin 8-ini də eynən bu üsulla yayırıq, bir-bir üst-üstə yığırıq. 7-ci kündəyə kimi içlik əlavə edirik. Son 8-ci kündə üzəri olduğu üçün artıq içlikdən istifadə etmirik. 8-ci kündəni də üzərinə yerləşdirdikdən sonra kənarlarını birləşdirib kəsirik. Qeyd etdiyim kimi hər dəfəsində baxın bu cür umac içliyini əlavə etdikdən sonra qoz ləpəsi də üzərinə əlavə edə bilərsiniz. İnanın ki, çox ləzzətli olacaq. Bu da artıq qalıb sizlərin zövqünə. Bu artıq 7-ci kündə idi. Üzərinə qalan içliyi əlavə etdim, qalan umacı əlavə etdim, yaydım və 8-ci kündədir. Üzərinə yerləşdirirəm və kənarlarını birləşdirirəm. Kənarlarını yaxşıca birləşdirdikdən sonra iti bir bıçaq vasitəsilə əvvəlcə xəmiri tən ortadan 2 hissəyə bölürəm. Və hər böldüyüm hissəni də yenə də 2 yerə bölürəm. Ümumilikdə gördüyünüz kimi 4 yerə bölürəm xəmiri. Hər böldüyüm hissəni də 3 künc formada kəsirəm. Demək olar ki, kətəni necə kəsiriksə o üsulla kəsirəm və kənar hissələrinin qatları çox gözəl alınır. Və beləcə hamısını kəsdikdən sonra bir listin içərisindən götürüb digər listə əlavə edirik. Məsafəli şəkildə listimizə düzürük. Listimiz dolduqdan sonra qalan xəmirləri də elə bu kəsdiyimiz listin içərisində də kəsib biraz ayırırıq bir-birindən ki, bişəndə bir-birinə yapışmasınlar. Üzəri üçün məndə umac qurtardı, yəni umac bitdi qalmadığına görə sonda çox az umac hazırladım. Üzərinin qəşəng belə qırmızı, işıltılı olmasını istəyirsinizsə, onda yumurta sarısı üzərinə çəkirsiniz və üzərinə hazırladığınız umacdan bir qədər səpə bilərsiniz. Yox, əgər istəməsəniz üzərinə yumurta sarısı çəkməyə də bilərsiniz. Sadə şəkildə elə üzərinə qalan umacdan biraz səpib bu cürdə bişirə bilərsiniz. Bir yumurta sarısına 1 çay qaşığı duru yağ əlavə etdim və üzərlərinə çəkirəm. Bir 3 dənə, 4 dənəsinin üzərinə heç bir şey çəkmədim. İndi onda necə alınır, rəngi, görüntüsü onu da sizlərə sonda göstərəcəm. Umac içliyi bitdiyi üçün sonda burada 1 xörək qaşığı şəkər tozu, 1 xörək qaşığı yarım un və 1-2 dilim də gözəyarı olaraq kərə yağından əlavə etdim, qarışdırdım, umac hazırladım. Üzərlərinə əlavə etdim və öncədən isidilmiş sobada konveksiya rejimində 150-160 dərəcə arasında 30-35 dəqiqə müddətində bişirib götürdüm. Konveksiyasız adi sobalarda isə 180 dərəcədə bişirə bilərsiniz. Yenə də qeyd edirəm, 30-35 dəqiqə müddətində bişib hazır olurlar. Mütləq tam soymasını gözləyin. Tam soyduqdan sonra artıq nuş edə bilərsiniz. Görürsünüz, baxın bunların üzərinə yumurta çəkmişəm. Üzəri qəşəng, qıpqırmızıdır. Amma bu gördüklərinizin üzərinə yumurta çəkməmişəm. Sadəcə elə umacdan biraz səpib bişirmişəm. Görürsünüz necə gözəl alınıb.
Üzəri xırçıltılı, içərisi isə yumyumşaq, qatları da hamısı tək-tək sayılır. Çox dadlı kətələrdir, mütləq sizlər də hazırlayın. Xəmir sanki kətə xəmiri deyil, Napolyon xəmiridir. Möhtəşəm bir reseptdir. Mütləq sizlər də hazırlayın, nuş edin. Bura qədər videonu izləyib bəyənən hər kəsə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Göz haqqınızı halal edin. İnşallah yeni videolarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Allah'a əmanət olun.